Zəhərli qaz istehsal ediblər və görək havaya buraxaq, görək dovşanlar öləcəksə, deməli canlıdır da, yəni canlı öləcəksə, deməli insanlar da ölə bilər. Müharibə vəziyyəti üçün və s. üçün istehsal olunmuş bir şeydir. A variantı tamamilə düz olur. Zəhərli qazın effektivliyini dovşanlar üzərində test ediblər. Baxıram B variantına. Ada yağış yağanda turistlər üçün çox maraqlı olur. Rabbits eat a lot on sunny days. Dovşanlar günəşli gündə çox yeyirlər. But they can't find enough food on rainy days. Amma yağışlı günlərdə yemək tapırlar kifayət qədər. Because on these days there are no tourists. Heç turist yox. Və mən burada no tourists-dən nə başa düşdüm? Başa düşdüm ki, deməli yağışlı günlərdə turist olmursa, deməli yağışlı günlər turistlər üçün maraqlı deyil. İmенно yağışlı günlər turistlər üçün maraqlı deyil deyə bir cümləmiz yoxdur. Amma biz bunu məntiqlə deməli deyir bu günlərdə heç turist olmur adada və ona görə də kifayət qədər bitki də yoxdur deyə başlayırlar bəzək bitkilərin yeməyə, ətrafdakı bitkilərə ziyan vurmağa, zərər vurmağa. Bununla da mən başa düşürəm ki, deməli yağışlı günlərdə turist olmursa, deməli onların yağışlı günlər marağını çəkmir.